Fərz eləyək ki, bir kino daxil oldu cədvələ, nümayiş olundu kinoteatrda, amma gözlənilən nəticəni vermədi, uğur qazanmadı, bilet satılmadı. Düşünürəm ki, sizin təcrübəniz genişdir və az da olsa belə hallara rast gəlmisiniz. O zaman nə baş verir? Bu daha çox baş verir həm də Azərbaycan prodüserləri, istehsalçıları ilə belə bizim aramızda həmişə belə deməzdim mübahisələr, fikir mübadilələri olur. Gəlir deyir ki, sən mənim filmimi niyə görə çıxartdın nümayişdən? Və mən deyirəm ki, sənin filmin işləmədi. Çünki az öncə danışdığımız mövzuya qayıdıram. Onun PR-ı, reklamı, marketinq olmadığına görə bu nümayişə gəlir və nümayişdə olandan sonra ki, mən başlayacağım onu reklam eləməyə, danışmışam artıq televiziyalarla, anonslarım gedəcək, reklamlar gedəcək və mən də yenə müəyyən bir şans yaradırıq və filmin nümayişdə saxlayırıq yeni bir həftə. Bu nümayişdə işləmədiyi halda bizdə artıq orada ağıllı alqoritmlər var. O cədvəl həmin ağıllı alqoritmlərə görə hansı film daha çox işləyirsə o qalır. Məsəl üçün, Avatar filmi dekabrda nümayişə çıxıb, bu günləri artıq biz mart ayındayıq, hələ də nümayişdədir. Yəni dekabr, yanvar, fevral, mart hələ də nümayişdədir.